Salam müəllimlər, bugünkü mövzumuz 6-cı sinifdən 18-ci mövzumuz olan mexanikləşdirilmiş mətbəx avadanlığının quruluşu və iş prinsipi mövzusudur. Ən geniş yayılmış mətbəx avadanlıqlarına bunlar daxildir. Mexaniki və elektrik ət çəkən maşındır, qəhvəydəndir, blendir daxildir. Bəs ət çəkən maşın nə üçündür? Ət çəkən maşın əti xırdalamaq üçün mexaniki və elektromexaniki qurğudur. Ət çəkən maşın müxtəlif quruluşlu taxmalar, yəni ağızlıqların köməyi ilə bir çox digər əməliyyatlar da yerinə yetirə bilər. Bəs elektrik ət çəkən maşının quruluşu və iş prinsipində söhbət nədən gedəcək? Həmçinin elektrik ət çəkən maşın kim tərəfindən yaradılıb, neçənci əsrdə yaradılıb, quruluş olaraq neçə hissədən ibarətdir? Bu gün onlara aydınlıq gətirəcəm. Elektrik ət çəkən maşının iş prinsipi mexaniki ət çəkən maşında olduğu kimidir. Hər ikisi əti xırdalamaq üçündür. Yalnız olan bir fərqli hissə var ki, elektrik ət çəkən maşında mexaniki dəstəyi elektrik mühərriki əvəz edir. Elektrik ət çəkən maşın 19-cu əsr Karl Dres tərəfindən icad edilib. Neçənci əsrdə isə 19-cu əsr kim tərəfindən? Karl Dres tərəfindən icad edilib. Və elektrik ət çəkən maşın 7 hissədən ibarətdir. Mühərriki olan gövdə, ət qəbul edici üzərində nov, şinekli val, bıçaq, metal tor və bərkidici qapaq olmaqla 7 hissədən ibarətdir. Bir daha sayıram. Mühərriki olan gövdə, ət qəbul edici üzərində nov, şinekli val, bıçaq, metal tor və bərkidici qapaq olmaqla elektrik ət çəkən maşın 7 hissədən ibarətdir. Ət ilk növbədə ət qəbul edicidən şinekli konveyerə daxil olur. Onun köməyi ilə isə tora sıxılır və sonra isə torun səthi ilə sürüşkən bıçaqla kəsilir. Ət çəkən maşının ət qəbul edicisindəki tilişkələr şinek boyu keçməklə çox böyük ət parçasında kiçik ölçülü tikələri kəsir. Ət çəkən maşınında ərzaqların xırdalanması fasiləsiz baş verir. Ərzaq ət qəbul edicinə qoyulur və tordan çıxır. Bəs elektrik ət çəkən maşının hansı göstəricilərə görə mexaniki ət çəkən maşını üstələyir? Elektrik ət çəkən maşını əti mexaniki ət çəkən maşına nisbətən daha tez xırdalayır və bu zaman isə vaxta qənaət edilir. Elektrik ət çəkən maşını ətdə olan damarların ötəsindən asanlıqla gəlir. Adi ət çəkən maşında isə toru çıxartmaq, bıçağı çıxartmaq, bıçağa dolaşmış damarları təmizləyib yenidən yığmaq lazım gəlir və bu həm insanı yorur, həm də vaxta qənaət etmir. Elektrik ötürücüsü olan ət çəkən maşının işlənməsi üçün onların masaya kip bərkitmək lazım gəlmir. Onu sadəcə masanın üstünə qoyub və şəbəkəyə qoşururuq. Və təhlükəsizlik üçün məşəq elektrik ət çəkən maşın adətən daha dar və uzun ət qəbul edici boğaza malikdir. Onların dəstinə barmaqlarını şinekli konveyerə düşməsinin qarşısına alan bir itələyici vardır. Bunun köməyi ilə əti asanlıqla çəkmək olur. Bəs qəhvəüydən nə üçün lazımdır? Onun iş prinsipi nədən ibarətdir? Qəhvəüydən qəhvə dənələrini üyütmək üçün qurğudur və məişətdə əl və elektrik qəhvəüydənlərindən istifadə edilir. Qəhvəüydənin seçilməsi onun fəaliyyət prinsipindən başlayır. Mexaniki qəhvəüydənin əl gücü və dəyirmanın köməyi ilə dənələrin asta üyülmə prinsipinə, yəni asta üyüdülmə prinsipindən istifadə edərək işləyir. Dad bilmə qabiliyyəti yüksək olan adamlar iddia edir ki, hər zaman mexaniki qəhvəüydəndə üyüdülən qəhvə elektrik qəhvəüydəndə üyüdüləndən daha ləzzətli olur. Niyə? Çünki yanığın təsirinə az məruz qalır ona görə. Adi əl qəhvəüydən aralarında məsafə xüsusi vintin köməyi ilə iki dəyirman daşından ibarətdir. Vint nə qədər çox burulubsa, dəyirman daşlar arasında məsafə bir o qədər az olur və üyüdülmə daha narın olur. Dənləri iki dəyirman daşı arasına qıfıla tökürük. Dəyirman daşlarından biri sərt bərkidilib, digərsə dəstəyin köməyi ilə fırlanır. Bu əl qəhvəüydənidir, bu isə elektrik qəhvəüydənidir. Satışda iş prinsipinə, gücünə, tutumuna görə də fərqlənən müxtəlif əl və elektrik mühərrikləri, yəni qəhvəüydənləri var. Onlar arasında elektrik qəhvəüydəni əsas yer tutur.
və iki növ elektrik qəhvi üydəni var. Bıçaqlı və dərman daşlı. Elektrik qəhvi üydənlər üyütmə zamanı bıçaqdan, blender, mikser prinsipi ya da dərman daşından istifadə edilir. Bıçaqlı qəhvi üydənlər silindr şəkillidir. Qoşulduqda fırlanan və qəhvə dənələrini xırdalayan bıçaqla təchiz edilmişdir. Bu növ qəhvi üydəndə üyütmə dərəcəsi yalnız üyütmə vaxtını dəyişməklə tənzimləmək olur. Qəhvə nə qədər uzun müddət üyüdülsə, üyüdülmüş məhsul bir o qədər narın olacaq. Qəhvədən konteyner həcminin az olması əlverişli deyil, çünki bir neçə dəfə içində doldurmaq lazım gəlir. Sürət çox olanda isə qəhvə dənəcikləri bərk qızır və nəticədə qəhvə yanmış və acı dadı verir. Bıçaqlı qəhvə üydənlərdə mühərrik qızmadan qorunma və işləyən cihazın qapağını açan zaman avtomatik sönmə ilə təmin edilib. Əl qəhvə üydənin quruluşunda isə dəstəkdir, qəhvə üydənin gövdəsidir, dərman daşıdır, üyütməni tənzimləmək üçün viddən ibarətdir. Həmçinin bıçaqlı qəhvə üydənlər şunur üçün xüsusi bölmə ilə təchiz edilib. İşi bitirdikdən sonra şununu bölməyə yığırlar ki, bu da çox əlverişlidir. Bəs dərman daşlı nədir? Dərman daşlıca cihazı quraşdırmış konus və silindr şəkillidir, amma o birisində sadəcə silindr şəkilli idi. Və dərman daşları dənəcikləri sürtüb büyüdür. Dərman daşlı yüksək möhkəmliyə malik materiallardan hazırlanır. Bunun üçün paslanmayan poladdan və titan örtüklü metal ərintilərdən istifadə edilir. Bıçaqlı qəhvə üydənlərdən fərqli olaraq dərman daşlı qəhvə üydəndə iki konteyner var. Konteynerlərdən biri qəhvə dənəcikləri üçündür, digəri isə ödülmüş qəhvə üçün nəzərdə tutulub. Dərman daşlı qəhvə üydənlərinin gücü bıçaqlı qəhvə üydənlərindən çoxdur və bu da surətə heç bir zaman təsir etmir. Bəs dedik ki, elektrik ət çəkən maşın 7 hissədən ibarətdir. Bəs mexaniki ət çəkən maşın neçə hissədəndir desək, mexaniki ət çəkən maşın 9 hissədən ibarətdir. Hansılardır? Vint, dayaq, şinik, gövdə, vutulka, bıçaq, metal tor, sıxıcı qayka və dəstək olan hissədən ibarətdir. 18-ci mövzumuzun izahı bu qədər.